Galatasaray. Sen üstelik de terbiyesiz. Ben böyücüme söz yeniden. Niye çekiyorsun bunları? Lan sevmez. Əziz boşanmış qadın, sən tək deyilsən. Git qatığı sata, düdük. Müsəlman siz değilsiniz, axmaq yığını. Tüpürüm sizin mənliyinizə. Salam değerli dostlar, xoş gördük. Əziz dostlar, videonu həmişə axıra qədər saniyə bə saniyə izləyin, sonra fikirlərinizi yazın. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Biz sizin için Çindəki zavoddan, fabrikdən istədiyiniz malı, istədiyiniz hər bir şeyi toptan qiymətinə, təbii ki, toptan şəkildə alıb gətirə bilərik. Ona görə də aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Təbii ki, Rusiyaya da çatdırılma eləyirik. Galatasaray. Sen üstelik de terbiyesiz. Ben böyücüme söz yeniden. Deməli, Mərakeşdən olan bir turist gəlib Azərbaycanda özü üçün vlog çəkir. Harada iğrənc şeylər var, məhz onun qarşısına çıxır. Bilməm, yəni neynəyək? Bu turistlərə deyək ki, ancaq şəhərin mərkəzində getsinlər, yəni şəhərdən kənara getməsinlər. Mədəniyyətin, səviyyənin kasıbçılığa, zənginliyə aidiyyatı yoxdur. Hər bir fərd xalqı təmsil eləyir. Ona görə də belə şeylər eləməməlisiniz. Bu videoda olanlar, ümid edirəm ki, siz də bunu izləyirsiniz. Niye çekiyorsun bunları? Lan sevmez. Nasıl? Tamam. Mi. Okey. Hər kəs özünü TTX işçisi kimi aparır. Bizim bilmirəm, xalqa məxsus olan bir şeydir. Ya nədirsə, məmurlar deyir ki, məni çəkmə, bizi çəkmək olmaz. Çəkiliş qadağandır. Azərbaycan qanunvericiliyində belə bir şey yoxdur. Ki sən bazarda mal satırsan, niyə sən çəkməsin? İnsanlar özlərini elə aparırlar, məni çəkmə, onu eləmə. Hansı dövrdə yaşayırsın? Qoy çəksin də. Çəkəndə nə olacaq? Fikir verdiniz, videoda 3 nəfər. Biri deyir, nə çəkirsən bunları? O birisi deyir, nə çəkirsən məni? Bu birisi də deyir, nə çəkirsən? Niyə? Nə zibiliniz var sizin? Oğurluq mal satırsınız, yoxsa nə edirsiniz? Ya qoy çəksin də, turistdir də. Onsuz da dünyadakı turistlərin əksəriyyəti bu tip yerləri gəzməyi xoşlayırlar. Nə qədər içəri şəhər olar, nə qədər bulvar olar. Görmüşsünüz ki, məsələn, bizim də turistlər Çinə gedəndə, bizim yox, ümumiyyətlə Avropalı turistlər fərq eləmir. Çinə gedəndə, Taylanda gedəndə bu tip ara yerləri çəkirlər, küçə yeməklərini çəkirlər. Onlara maraqlı olan belə şeylərdir də. Nə qədər şəhərin mərkəzini görərlər. Azərbaycanın iki yüzü var da, zəngin tərəfi var, bir də kasıb tərəfi. Qoy çəksin də, nə olar ki? Mənim insanların belə şeyindən xoşum gəlmir. Biri deyir, nə çəkirsən məni, o birisi deyir, nə çəkirsən. Əgər çəksin də, hər bir fərd xalqın nümayəndəsi, xalqı təmsil edir. İndi bu turist çəkib paylaşır, başqa xalqın nümayəndələri də baxacaq ki, bu nə var, dəlixanadır ki, Azərbaycan. Biabırçılıq. Deməli, axır vaxtlar belə şeylər çıxıb, cavan uşaqlardır, 18, 19, 20'li yaşlarda. Elə işləri, gücləri ancaq belə şeylər paylaşırlar. Boşanmış qadın, feministlərdən çox feministlik eləyirlər. Heç feministlərin belə vecinə deyil boşanmış qadınlar. Onların məqsədi tamam başqadır təbii ki. Onların məqsədi qrant almaq, LGBT müdafiə eləmək, bir də ki, ailələri boşatdırmaqdır. Yəni, boşanmış qadınların qayğısına qalmırlar. Axırda belə paçan-puçanlar da belə şeylər paylaşırlar. Bilməm, məqsədləri nədir, yoxsa hansısa dostluqlarında, yəni sosial şəbəkələrdə boşanmış qadın var, podxod eləmək istəyirlər, sırf onun gözünə girmək üçün belə şey paylaşırlar. Əziz boşanmış qadın, sən tək deyilsən. Sənin kimi minlərlə qadın bu yoldan keçir. Boşanmaq bir fəslin bitməsi deməkdir. Ən yaxşı günlərin hələ qabaqdadır. Birlikdə güclüyük. Git qatığı sata, düdük. Biz də təbii ki, boşanmış qadınları qınamırıq. Amma hansı halda boşanmış? Təbii ki, zülm görmüş, əri narkoman olan bəzi qadınlar var ki, onları qınamır. Yoxsa hər boşanmış qadın da fərli başda olmur. Yəni, gedirlər, ərə bir dənə uşaq doğurlar, sonra aliment almaq üçün, rahat gəzmək üçün boşanırlar, qaçıb gəlirlər. Həyat davam edir və sən də irəliləyirsən. İnancını itirmə, hər şey yaxşı olacaq. Bu videonu görürsənsə, sənə sarılmağı çox istərdim. Sizə demişdim də, kiməsə podxod eləyir. Mən çoxdan da belə şeylər göstərmirəm, amma deyim də, adətən bu tipli şeyləri beyinsizlər paylaşır. Yəni, beyinsiz də, savadı olmayan, küt beyin. Siz bir buna baxın, qanadlarını açaraq Allaha dua edir. Bunu sözü deyilişinin yadımdan çıxdı ya. Bunu beynimyən müsəlman deyil. Sən nə gözəl video olsan. İş burasındadır ki,
Bundan bir tık belə üst ağılda olanlar, yəni onların da ağlı yox deyil, beyinsiz, IQ-siz insanlar girirlər, yazırlar, elhamdülillah, subhanallah. Kafir damğası yeməmək üçün, bu qoyunlar tərəfindən kafir damğası yeməmək üçün deyim ki, mən müsəlmanam. İslam dini o cür möhtəşəm dindir, o cür möcüzələri var. Göydə nə bilim Allah yazısı yazıldı, göydən göz baxdı, gic belə şeylərlə İslam dinini gözdən salır belə beyinsizlər. TikTokda bu auditoriya çoxdur dostlar. TikTok niyə səviyyəsiz adlanır? Niyə insanların gözünə səviyyəsiz gəlir? Çünki bu tipli şeylər daha çox tutur. Bu tipli insanlar daha çoxdur TikTok platformasında. Bunu bəyənməyən müsəlman deyil, özü bəyinməyən müsəlman siz deyilsiniz, axmaq yığını. Tüpürüm sizin mənliyinizə. Neyse dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.